Salam. Bugünkü mövzumuz qədim Çin, qədim Hindistandır. İlk sualımızla tanış olaq. İlk sualımızda qeyd edir ki, verilmiş ardıcıllığa uyğun olaraq cədvəli tamamlayın. Verilmiş ardıcıllıq nədir? Tanrı qutu, şudra, vuruşan padşahlıqlar və damba. Variantlarımıza uyğunlaşdırmaq lazımdır. Tanrı qutu Asiya Hun dövlətində idi. Baxırıq ki, ilk Asiya Hun dövləti 1C və 1D variantındadır. Şudra Hindistandadır. Baxırıq ki, hər ikisində də yenə Hindistan var. Vuruşan padşahlıqlar Çində idi. Baxırıq, Çin yenə hər ikisində var, yəni ardıcıllığa uyğun olaraq. Amma dördüncüdə damba yalnız Misirdə olub. Ona görə də doğru cavab C variantı hesab edilir. Keçid alırıq ikinci sualımıza. Birinci sual çox asan bir suallardandır. İkinci sualımızda qeyd edir ki, Sin Shi Huangdinin imperator titulu qəbul etməsindən neçə il sonra Sarı Sarıqlılar üsyanı baş verdi. Sin Shi Huangdi eradan əvvəl 221-ci ildə deməli imperator titulunu qəbul edib. Sarı Sarıqlılar üsyanı isə bizim eranın 184-cü ilindədir. Biz hələ ilk mövzularımızı keçəndə qeyd elədik ki, zaman hesablamasında ilin biri eradan əvvəl, biri bizim era olduqda bunları toplamalıyıq. Ona görə də eradan əvvəl 221-ci il üstə gəlirik. Bizim eranın 184-cü ili. Doğru cavab 105 il eləməlidir. D variantı doğru cavabdır. İkinci sualımız Venn diaqramına əsaslanan bir sualdır. Venn diaqramında nə deyir? Deyir ki, Çin və Hindistan. Venn diaqramına baxırıq ki, birincidə yazır ki, eradan əvvəl 2-ci minilliyin sonunda dəmir emal etməyi öyrəndilər. Bəli, Hindistanda eradan əvvəl 2-ci minin sonu 11-ci əsrdə dəmir emal etməyi öyrənirlər. A-nı qeyd eləməliyik. Hindistana Makedoniya imperiyasının hücumuna məruz qalmışdır. Bəli. Deməli, eradan əvvəl 327-ci il, 4-cü əsrin sonlarında İskəndər Hindistana yürüyüş eləmişdir. B də Hindistana aid. Yəni, A ilə B-ni Hindistana götürmək olar. C, quldarlıq təsərrüfatının mövcud olması hər ikisinə aiddir. C-ni 3-ə yazmalıyıq. D-də deyir, eramızın ilk əsrlərindən kağız ixtira etdilər. Bəli, eramızın ilk əsrlərindən Çində kağız istehsal etməyi öyrəndilər və artıq yazıları kağız üzərində yazırdılar. E variantında isə borcunu ödəyə bilməyən kəndli qula çevrilirdi. Bəli. Deməli, borcunu vaxtında ödəyə bilməyən kəndli qula çevrilirdi və buna görə də imperatora qarşı üsyanlar olmuşdur. Yəni, D və E-ni qeyd edirik Çinə, C-ni qeyd edirik hər ikisinə 3-ə, A, B-ni isə Hindistana 2-yə. Deməli, onda belə gəlir doğru cavab 1-ə D-E, 2-yə A, B, 3-ə C. Davam edirik 4-cü sualımızla. Uyğunluq pozulmuşdur. A variantında deyir ki, Çində evlər adətən ağacdan, yəni kasıb adamların, aşağı təbəqənin evləri ağacdan, hökmdar sarayları və varlı əyanların evləri daşdan tikilirdi. Bəli, bu doğrudur. Pozulmayıb burada uyğunluq. B variantında deyir, eradan əvvəl 3-cü əsrdə Çinlilər kağız ixtira etdilər. Bayaqlarında qeyd etdiyimiz kimi biz dərslərimizdə də Çin mədəniyyətindən qeyd eləmişdik ki, Çində kağız 1-ci əsr, bizim eranın 1-ci əsri ixtira edilməyə başlamışdı. Demək, uyğunluq B variantında pozulmuşdur. Digər variantlarda Xan sülaləsinin işğalçılığı, dünya ticarət yollarından çıxışı təmin edir Çinə. Çin sülaləsi dövründə rədd edilən və tərəfdarlarına divan tutulan Konfutsi təlimi Xan sülaləsi dövründə bir ideologiya səviyyəsinə yüksəlmişdir. Xan hökmdarlarından bəziləri elm və mədəniyyətin inkişafına xüsusi qayğı göstərmişdir. Nəticədə Xan sülaləsi dövründə Çin vahid xalqa çevrilmişdir. Davam edirik 5-ci sualımızla. 5-ci sualımız piramida sualıdır. Məntiqə uyğunluğu müəyyən edin deyir. Albaniya, Hindistan və Atropatena bunların hər üçünün oxşarlığını bizdən soruşur. Albaniya, Hindistan və Atropatena
Bunların üçünün də oxşarlığı demək, bunların hər üçündə baxırıq, yazır Əhəməni imperiyasının tərkibində olması, Hindistan olulan və Albaniya və Atropatena dövləti mövcud olanda Əhəməni dövləti artıq süqut eləmişdi. Eradan əvvəl 3-cü əsrdə vahid dövlətə birləşməsi Albaniya, Atropatena eradan əvvəl 4-cü minin sonlarında olmuşdur. Makedoniya imperiyasının parçalanması nəticəsində yenidən müstəqillik qazanması, Makedoniya imperiyasının parçalanması nəticəsində Albaniya və Atropatena yaranır. Hindistan müstəqillik qazanır, bu birisilər yaranır. Roma qoşunları ilə mübarizə, Roma qoşunları ilə Albaniya, Atropatena mübarizə aparıb, amma Roma Hindistana getməyib. Quldarlıq istehsal üsulunun mövcud olması, bəli, hər üçündə quldarlıq istehsal üsulu mövcud olmuşdur. Doğru cavab E variantıdır. 6-cı sualda daha tez baş vermiştir deyir. Hindistanda kasta quruluşunun yaranması eradan əvvəl 2-ci minilliyin sonu 12-ci, 11-ci əsrlərdir. Çində dəmir emal edilməsi eradan əvvəl 6-5-ci əsrlərdir. C variantında Xan sülaləsinə qarşı ilk üsyanın baş verməsi bizim eranın 1-ci əsri, yəni bizim eranın 18-ci ilində Qırmızı Qaşlılar üsyanıdır. Çində dünya ticarət yollarına çıxması, böyük Çin İpək yolunun çəkilməsi eradan əvvəl 2-ci əsr və Xuanxə vadisində erkən sivilizasiyanın meydana gəlməsi, bu da eradan əvvəl 3-2-ci minilliklərdir. Və gözlənilən baxdığımız cavablarda ən tez baş verən Xuanxə vadisində erkən sivilizasiyanın meydana gəlməsidir. Ona görə də doğru cavab E variantı götürülür. 7-ci sualımızla davam eləyək. Deyir, cədvəldəki hansı hadisələrin yerini dəyişdikdə verilmiş bütün hadisələrin xronoloji ardıcıllığı müəyyən etmək olar. Hind çayı vadisində Mohenjo-daro və Harappa şəhərləri salındı. Burada belə deyim, eradan əvvəl 3-2-ci minilliklərə aiddir. Hindistanın şimal-qərbi Əhəməni tabiçiliyinə keçdi. Eradan əvvəl 522-ci ildədir, 6-cı əsr. Hindistana Ari tayfaları köç etdi. Eradan əvvəl 2-ci minillik. Hindistan vahid dövlətdə birləşdi. Eradan əvvəl 3-cü əsrin 2-ci yarısı. Belə deyim, bu da gəlir deməli Aşokanın dövrünə düşür. Onda biz qeyd eləməliyik, burada yerini nəyin yerini dəyişir? 2 ilə 3-ün. Niyə? Çünki 6-cı əsrdə Əhəmənilərin tabiçiliyinə keçib Hindistanın şimal-qərbi, 2-ci minillikdə Ari tayfaları köç etmişdir. Ona görə 3-ü 2-nin yerinə qaldırırıq, 2-ni salırıq 3-ün yerinə. Dəyişəsi deməli yerlər 2 ilə 3-dür, B variantı. 8-ci sualda xanalardakı hadisələrin hansının yerini dəyişdikdə uyğunluq alınar? 0 rəqəmi qabağında yazıb Çin. Xeyr, 0 rəqəmi Hindistandadır. Ona görə Hindistanı qoymalıyıq. Və Hindistan yazılarında qabağına baxırsınızsa kağız yazılıb. Kağız da Çində olduğun üçün bu ikisinin yerini, yəni 1 ilə 4-ün yerini dəyişməliyik. Amma 2 ilə 3-ə baxırıq ki, Obilex Misirdə, Təkər Şumerdə ixtira edildiyinə görə bunların heç birinin yerini dəyişmirik. Yalnız 1 ilə 4-ün yerini dəyişməliyik. Doğru cavab D variantıdır. 9-cu sualımızdan davam edirik. Doğru yanlış sualıdır. 9-cu sualda nə qeyd edir? Deyir ki, doğrunun altında yazır. Maurya sülaləsinin ən qüdrətli hökmdarı olan Chandragupta Hindistanı vahid dövlətdə birləşdirdi. Hindistanı Chandragupta yox, düzdür, Chandragupta da Maurya sülaləsinin hökmdarı idi, amma Chandragupta yox, Ashoka birləşdirmişdir. Doğrunun altında yanlış verildiyi üçün biz onu götürmürük. Ona görə də birləri tez çıxmaq lazımdır. Hindistanda əkin sahələrinin xüsusi mülkiyyətə verilməsi və əmlak və sosial bərabərsizliyinin artması. Deməli, burada qeyd edir ki, Hindistanda əkin sahələri xüsusi mülkiyyətə verilir deyə burada təbəqələşmə yaranır da, belə deyək. Hindistanda təbəqələşmə, varlı kasıblar yaranır, amma əslində isə belə deyildi. Ari tayfaların köç etməsi və
dəmir emal edilməsindən sonra Hindistanda artıq başladı təbəqələşmənin yaranması. Yəni 2 də doğru deyil. Yəni 1-dən 2 yanlışdır, amma doğru adda qeyd edilib. Ona görə götürmürük. 1-lə 2-ni çıxanda cavab doğru gəlir. 3-4 gəlir, amma biz 3-4'ü yenə oxuyaq. Marina sülaləsinin hakimiyyətinə son qoyulduqdan sonra Hindistan Əhəməni dövlətinin tərkibinə qatıldı. Deməli, Hindistan Əhəməni dövlətinin tərkibindən çıxıb Makedoniyalı İskəndərin imperiyasının tərkibinə qatılır. Sonradan artıq Marina sülaləsi. Yəni biz Əhəmənilərin tərkibinə qatılmasını biz Marina sülaləsinin son qoyulduqdan sonra, Marina sülaləsində Hindistanda 180-ci ildə son qoyulub. Hindistan Əhəmənilərin tərkibinə 6-cı əsrdə qatılıb. Yəni burada yanlışdır. Zaman baxımından belə yanlışdır. 3'ün yanlışın altında yazıldığı üçün 3'ü götürürük. Hindistanda Yunan Makedoniya işğalına qarşı mübarizə başladı və Hind çayı hövzəsindəki ərazilərin bir hissəsi azad edildi. Hind çayı hövzəsindəki ərazilər Yunan Makedoniya işğalına qarşı mübarizə başlayanda necə azad edilə bilər? Çünki onsuz da ki, belə deyim də, Makedoniyalı İskəndərin imperiyası süqut etdikdən sonra Hindistanda düzdür. Yunan Makedoniyalı imperiyasına, Yunan Makedoniya mənşəli sülaləyə qarşı mübarizə başlayır, amma Hind çayı ərazisindəki kənarındakı əraziləri yox, müstəqillik əldə edirlər. Yəni burada 4 də yanlışdır. 3 ilə 4 yanlış olduğu üçün doğru cavab burada C variantıdır. 10-cu sualla davam edirik. Səbəb-nəticə əlaqəsi pozulmuşdur. Baxırıq, deməli, eradan əvvəl 1-ci minilliyin ortalarında Hindistanda vahid dövlətin olmaması, Əhəmənilərin Hindistanın şimal-qərbini işğal etməsi. Burada demək doğru cavabdır. Yəni səbəb-nəticə əlaqələrində pozulma yoxdur. Hindilərin dəmir emal etməyi öyrənməsi, Hindistanda əmək məhsuldarlığının artması, bəli, burada da doğrudur. Əmək məhsuldarlığı artmışdır. Xan sülaləsinin işğalçı müharibələr etməsi, işğalçı müharibələr aparmasının nəticəsi Vyetnam və Koreyanın işğal edilməsi burada da doğrudur. Hunların Çinin şimal hissəsinə hücumlar etməsi, Xan sülaləsinin Böyük Çin səddinin inşasına başlaması. Deməli, burada doğru cavab bax budur. Yəni uyğunluq, səbəb-nəticə əlaqələri burada pozulmuşdur. Niyə? Çünki Çin səddinin inşasına Xan sülaləsi başlamayıb. Niyə? Çünki biz bilirik ki 221-206-cı illərdə Çin sülaləsidir və Çin səddinin inşası da elə həmən dövr, yəni Çin sülaləsinin dövründə olmuşdur, eradan əvvəl 214-də. Xan sülaləsinin dövründə Çin səddinin inşasına başlanılmayıb. Yəni uyğunluq burada pozulmuşdur. Ona görə də D variantında uyğunluq pozulub. Amma biz yenə də E variantına baxaq. Yunan Makedoniya işğalına qarşı Hindlilərin mübarizəyə başlaması, Hind çayı hövzəsindəki ərazilərin bir hissəsinin azad edilməsi. Bəli, Yunan Makedoniya işğalına qarşı Hindlilər mübarizə başlayır və Hind çayı hövzəsindəki ərazilərin bir hissəsi artıq azad olunur və müstəqil bir dövlət yaranır. Sonra davam edirik 11-ci sualla. Qədim Çin dövlətinin qədim Hindistan dövlətindən fərqi, qədim Misir dövləti ilə oxşar cəhəti. Deməli, Çinin Hindistandan fərqini, Misirlə oxşarlığını bizdən soruşur. Çay vadisi, erkən sivilizasiyanın meydana gəlməsi. Bu, hər üçünün oxşar cəhətidir. Çünki Çində Xuanxə və Yansızı, Hindistanda deməli, Qanq və Hind çayları, Misirdə isə Nil çayı vadisində yaranıb. Quldarlıq istehsal üsulu yenə də hər üçündə var. Üçünün də oxşarlığıdır. İşğalçı yürüyüşlər həyata keçirməsi. Deməli, işğalçılıq yürüyüşləri Çində aparıb, Misirdə aparıb. Amma Hindistan aparmayıb. Ona görə də qədim Çinin Hindistandan fərqli olaraq işğalçılıq yürüyüşü aparıb, fərqli olaraq. Çinlə də oxşar, Misirlə də oxşardır. Yəni, Misir də işğalçılıq yürüyüşü aparıb, Çin də. Amma Hindistan aparmayıb. Ona görə doğru cavab C variantı hesab edilir. 12-ci sualda qədim Çin mədəniyyətinin qədim Hindistan mədəniyyətindən fərqi Misir mədəniyyətindən oxşar cəhəti.
Bu da çox rahat və asan suallardan biridir. A variantında yazır hieroglif yazıdan istifadə edilməsi. Elə bax düzgün cavab budur. Çünki hindlilərin özünə məxsus yazıları var idi, amma qədim Çinlə, qədim Misirdə və hətta Mannada hieroglif yazı olmuştur. Yəni bu xalqlar, bu tayfalar, bu dövlətlər hieroglif yazıdan istifadə etmişdir. Elə doğru cavab A variantı hesab edilir. 13-cü sualımıza diqqət yetirək. Qədim Hindistan dövlətinin, qədim Çin və qədim Misir dövləti ilə oxşar cəhətlərini soruşur. İlk öncə qədim Çinlə oxşarlığına baxaq Hindistanın. Hieroglif yazıdan istifadə, yenə qeyd edirəm ki, Hindistanın özünə məxsus yazısı olmuşdur. Hieroglif yazı isə Çin, Misir və Manna ilə oxşar cəhətdir. Ona görə A variantı, yəni 1-də A doğru deyil. 1-ə A uyğun gəlməyəndə biz A, B və C variantlarında A-nı görürük deyə tez bir şəkildə onları çıxmalıyıq. Yəni o variantlar doğru gələ bilməz. Bir qalır D variantı, bir də Y variantı və D və Y variantlarına baxırıq. Hər ikisində BC var. Ona görə də baxaq BC-yə, görək nə deyir BC-də. Quldarlıq quruluşunun mövcud olması, bəli, hər üçündə quldar dövlət idi. Çoxtanrılığın geniş yayılması, bəli, hər üçü çoxtanrılıq burada, çoxallaqlıq burada geniş yayılmışdır. BC doğrudur. İndi keçid alırıq qədim Misirlə oxşarlığına. Əhəmənilər tərəfindən işğal edilməsi, bəli, qədim Hindistan da qədim Misirdə Əhəmənilər tərəfindən işğal edilib. Hindistan 6-cı əsrdə, qədim Misir də elə 6-cı əsr 525-ci ildə deməli işğal edilmişdir Əhəmənilər tərəfindən. Makedoniyanın hücumuna məruz qalması, bəli, Hindistana eradan əvvəl 327, Misirə eradan əvvəl 332-ci ildə Makedoniya İskəndər yürüyüş edib. Burada da doğru cavab A, B var ya, A və B-dir və doğru cavab A, B olduğundan elə biz cavabı tapmış oluruq. Yəni 1-ə BC demişdik, 2-yə A, B. Doğru cavab D variantıdır. Sonra 14-cü sualla davam edirik. Yazır uyğunluğu müəyyən edindir. Kəsişmə nöqtələrinə diqqət yetirək. Qədim Çin, qədim Hindistan, qədim Hun, Zikkurat, Veda, Kompas. Bu dövlətlərin hansında olmuşdur deyir bu şeylər və kəsişmələrə baxaq. Qədim Çin, Kompas 2-də kəsişir. Ona görə biri 2-dir. Veda deməli bir dənə Hindistanda kəsişir 4-də. Elə 2-4 doğru cavab hesab edilir. Amma Asiyada kompas olmuyor, qədim Asiyada zikkurat olmuyor, Çində zikkurat olmuyor, Hindistanda zikkurat olmuyor, üçün zikkurat Şumerlərə aiddir. Ona görə doğru cavab biz 14-də A variantı qeyd edirik. Və nəhayət 15-ci sualımız xronoloji ardıcıllıq. Çində ilk dəfə vahid dövlət yarandı eradan əvvəl 221-ci il, Makedoniya imperiyası dağıldı eradan əvvəl 321-ci il. Hindistanda kasta quruluşu yarandı eradan əvvəl 2-ci minilliyin sonu, yəni 11-ci, 12-ci, 11-ci əsrlər. Xan sülaləsinə qarşı ilk üsyan baş verdi eradan əvvəl bizim eranın 1-ci əsri, yəni 18-ci ili. Qırmızı qaşlılar üsyanı. Demək, bizim era olduğu üçün 4 ən sonda yazılmalıdır. Kasta quruluşunun yarandı deyir, 2-ci minilliyin sonu deyirik. Yəni eradan əvvəl 12-11-ci əsrlər. Birinci qeyd edilir 3. Sonra Makedoniya imperiyasının dağılması 321-2. Sonra Çində ilk vahid dövlət yarandı eradan əvvəl 221 1. Yəni 3-2-1 və nəhayət sonuncu bizim era olduğu üçün 4'ü də sona yazırıq. 3-2-1-4. 3-2-1-4 hansı variantdadır? E variantındadır. Doğru cavab da E variantı hesab edilir.